Bax, mən hara şikayət edeyim, bırak. Mən bunlarla necə eləyim? Mən maaşa işləyən bir taksi sürücüsüyəm. Mən maaş ala bilmirəm, qardaşım. Vallahi mən maaş ala bilmirəm. Bunu paylaş eləməyə bir köməklik göstər. Cənab prezidentə, cənab nazirə, bu getsin çatsın da bu. 20-30 manat günümüzdə pul ya qazanırıq, ya qazanmırıq. Bu qədər cərimə olar. Bu necə eləyək? Bu nətər eləyək? Mən hansısa bir qayda pozuntusu, hörmətsizlik eləyirəm bu millətə qarşı. Deyirəm sənə cəzamı versinlər. Qadın xeylağı, klinikanın qabağında saxlayır, saxla düşün. Saxlayıram, düşür. Bank aralaşıram 80 manat 2 bal. Gəncliyim olur, sağım avtobus zolağı. Girsəm 100 manat 2 bal. Solum probkadır. Qadın xeylağıdır, deyir burada düşməliyəm. Düşür 80 manat 2 bal. Gecə saat 2-də Xətai metrosunun qabağından sifariş götürürəm. Gecə saat 2-dir. Gündüz işləmirəm ki, bu dərməyə işləyirəm. Gecə işləyirəm, gecə saat 2-də mənim təlimə gəlir. Xahiş edirəm bunu bir dənə verin, etirəm, bunu verin. Sonra deyirlər qazilər özünü yandırır. Allah'ın olsun əsəbimdən ki, maşın sürə bilmirəm. Probkanın stresi bir yandan, müştəri qorxa-qorxa düşürtürsən. Bu necə eləyək? Bu nətər eləyək? Bu dövlət qurumlarına, cənab prezidentə səslənirəm. Vallahi 30 manat, mən 3 gün, 4 gün, nə deyək, 15 gün bu cərimələri ödəmək üçün mən gərək iş işləyim ki, yeməyim, içməyim, işləyim, bunları ödəyim. Xahiş edirəm bunu paylaş, qoy lazım olan yerə çatsın. Quranam da olsun bezmişəm ki. Mən yerə hal-hazırda bizi bil atsam, məni cəriməsələr, eləsələr, deyərəm ki, yaxşı eləyirlər. Mən manifonu, polunu kod verib şəhərdə gəzsəm, cərimə eləsələr, narahatçılıq yaratsam, deyərəm yaxşı eləyirlər. Çörək qazanmağa çıxırsan, ancaq yalnız yandalayacaq. Bunu necə eləyim? Kimə deyim mən bu dərdimi? Hara deyim? İkinci zolaqda saxlamaq olmaz, məcburam da, bu birinci zolaq doludur. Maşın əlindən tərpənmək olmur. Orada mən 3 dəqiqə, yox 1 dəqiqə, 50 saniyə çəkmir mənim orada dayanmağım. İnsan düşür də, maşını açdı qapını düşdü. Ona görə 80 manat 2 bal cərimə olar. Mən evimə bir ay sonra apara bilmirəm.